Değerli izləyicilərimiz, hər birinizi salamlayıram. Mən bugün sizə insan orqanizmasında ən önəmli orqanlardan biri olan böyrəklər haqqında danışacağım. Mən bilirəm ki, böyrək daşlarından əziyyət çəkən nə qədər bizim insanlarımız var. Əgər böyrək daşlarından əziyyət çəkirsinizsə, böyrəkləriniz öz funksiyasını yerinə normal şəkildə yetirə bilmirsə, mütləq şəkildə bizim təbii vasitə olan nefrondan alıb qəbul edirsiniz. Əgər tez-tez sidik qaçırmalar varsa, bizim elə uşaqlarımız var ki, yerinə tez-tez sidik qaçırmalarını edir. Yəni sidik qaçırmalarından da əziyyət çəkən evladlarımız, böyüklərimiz varsa, mütləq şəkildə bizim nefrondan qəbul etsin. Böyrəklərin funksiyasını normal şəkildə, sağlam şəkildə yerinə yetirən yeganə bir vasitəmiz nefrondur ki, təbii otlardan hazırlanıb, təbii bitkilərdən hazırlanıb, dərman deyil, qida əlavəsidir, təbii vasitədir. Hər kəsə tövsiyəm profilaktik olaraq da qəbul edə bilərsiniz ki, böyrəklərlə bağlı heç bir sorununuz olmasın.